yox idi. Musa Tukanov 1952-ci ildə anadan olub. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 2001-ci ildə isə Beynəlxalq Universitetin Hüquq fakültəsini bitirib. 1998-ci ildən Azərbaycan Vahid Kommunist Partiyasının sədridir. Uzağa getməyim, mən misal gətirim. Hanı o kommunistlərin liderləri? Biri sosial-demokratlar, biri sosialistlərdə. Yəni, bizim rəhbərlərimiz digər partiyalarda, Ayaz Mütəllibov haradadır? Sosial-demokrat partiyasında. Qarbaçov haradadır? Sosial-demokrat partiyasında. Harada görünüb kommunistin rəhbəri digər. Yəni, o da sual verir ki, artıq kommunistlik heç nə qalmamışdır. Yəni, ona görə bizim də məqsədimiz bu kommunist partiyasını, onun ideologiyasını, ideyasını yenidən bərpa edib, yenidən bu kommunist partiyasını, onun qurduğu sosializm sistemi, onun prinsipləri əsasında yeni həmən sosializm cəmiyyətini qurmaqdır. Çox sağ ol, təşəkkür edirəm Musa müəllim. Siz eşitdiniz Musa müəllimin dediklərini. Azərbaycanda kommunist ideologiyasının bərpa olunması mümkündürmü? Mən müəllif verilişindən, yəni sizin verilişinizə müdaxilə eləmədən, bu gün münasibəti ilə, bu günə görə burada olan həmkarlarımı, dostlarımı və bütün televiziya tamaşaçılarını Azərbaycanın azadlığı və bütövlüyü uğrunda şəhid düşən yurttaşlarımız üçün, vətəndaşlarımız üçün, şəhidlərimiz üçün sayğı duruşuna dəvət edir. Elə bilirəm ki, buna hamı qoşula bilər. Azərbaycanda bütün şəhidlərin xatirəsini yad etməkdən ötürü. Və təşəkkür edirəm. Ruhları şad olsun. Allah bizə qismət eləsin ki, biz həqiqətən şəhidlərimizin ruhlarını şad eləyək. Çox sağ olun, Mahmud müəllim. Mən indi qayıtmaq istəyirəm. Bəli. Konkret olaraq məsələyə gələndə Musa bəyin dediyi... Qarşında mən bəy adlandırmam. Musa müəllim. Mən bəy deyəm. Siz bəy, Musa müəllimisi bəy. Bəli. Mən insanlarımıza, Azərbaycan insanına bəy deyə müraciət edirəm. O özü bilər, bəydimi, nədirsə özü bilər. Mənə ki, biz də xanım deyirlər. Hər halda mən Musa bəyin müəllimliyini görməmişəm. Mir Mahmud Fəttayev 1956-cı ildə anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1990-cı ildən 2000-ci ilədək millət vəkili kimi fəaliyyət göstərib. 2000-ci ildən Xalq Cəbhəsinin, 2006-cı ildən isə Klassik Xalq Cəbhəsinin sədridir. Tanımıram. İlk dəfə də üzbəüz otururuq və bizim də, üzr istəyirəm, ideologiyamız qarşı-qarşıyadır. Bizim şəxsən bir-birimizə, burada oturan insanlara, Azərbaycan insanına qarşı deyiləm və hörmətlə yanaşıram ki, belədir. Ki, onlar bu ideologiyadadılar, azdılarmı, çoxdularmı, ayrı bir şeydir. O mənim vətəndaşımdır. Mənim haqqımdır, hüququmdur. Azərbaycanımın florasını, faunasını sevdiyim kimi müxtəlif ideologiya daşıyan insanlarını sevim, vətəndaşım olaraq. Kommunist ideologiyasının bərpasını, solçuluğun bərpasını görürsünüz mü Azərbaycanda? Kommunist ideologiyasının bərpası illüziyadır. Mən burada baxıram ki, məsələn, üzr istəyirəm, mən Sayad Sayadovu görmüşəm, mən görmüşəm Ramiz Əhmədovu, birlikdə parlamentdə də olmuşuq. Mən görmüşəm Ayaz Mütəllibovu, ölkənin başçısı da olub və prezidenti olub, belədir, yəni kommunist olaraq görmüşəm. Digərlərini sadalamaq da olar filan da, bunların hamısının və o cəhət ilə şərikəm ki, han olar Lenindən tutmuş Qarbaçova qədər. Neynədilər? İstər Azərbaycan, istər dünyada və ya SSR-də. Yəni, bunu bərpa eləmək Azərbaycanda milləti, cəmiyyəti özünə güldürməkdən başqa bir şey deyil və mümkün olan şey deyil o. Sevinç xanım, birinci kommunist ideologiyasına qiymət vermək üçün birinci adam o kommunist ideologiyasının əsasını oxumalı. Məsəl üçün, İslama qiymət vermək üçün birinci Quranı oxumaq lazımdır. Əgər Quranı oxumasan, İslama qiymət verə bilməzsən. Ona görə də mən məsləhət görədim. Birinci bizim o ideologiyanın əsasını qoyan Marksın, Leninin, Stalinin əsərlərini oxusunlar. Orada hansısa da bir səhvi tapsınlar. O demək deyil ki, o səhvdir. Yəni, yolumuz azıldıq biz o yoldan. O kommunist ideologiyasının böyüklüyü, qüdrətli yolda oldu ki, kommunist ideologiyası yer üzündə 2 dəfə dünyanın məhvdən xilas elədi. Birinci Dünya müharibəsinin qarşısını aldı. İkinci Dünya müharibəsində Alman faşizmi ancaq kommunist ideologiyasının Stalinin, Yosif Stalinin rəhbərliyi ilə faşizmə biz qalib gəldik. Ondan sonra qısa müddətdə biz sənayeni, kənd təsərrüfatını qaldırdıq. Azərbaycan, o cümlə Azərbaycan super dövlət idi. İttifaqın tərkibində super dövlət idi Azərbaycan. Yer üzündə 2 super dövlət idi. Biri Amerika, biri SSR. Azərbaycan da onun bir tərkibində idi. İttifaqın, Nəcəbsat Avropa İttifaqı var.
Və biz super dövlətin cərgəsindəydik biz. Bizim Birləşmiş Millətlər Təşkilatında daimi üzvümüz var. İndi bir dənə üzvü qoyublar. Bu həqiqətən bizim üzvümüz Bəli, bəli, biz oranın üzvü, biz Avropa İttifaqında kimsə də gəlir, hansısa da dövlətin nümayəndəsi, oranın komissarı falan, o demək deyir ki, o Fransanınki deyir, Avropa İttifaqınındır. Yəni, o bizimki idi. Yəni, bizim nümayəndəmiz orada biz təmsil edirik. Çox sağ olun. Biz super dövlətin tərkibində idik. Yox, Lenin, üzr istəyirəm, mən öz fikirlərimi deyəcəm, mən fikrə şərh lazım olsa deyəcəm. Bəli, buyurun. Lenin, Stalin, Ordzhonikidze, Şamuyan, Mikoyan, deyək ki, Sadalyak Zübəri, Xruşov, Brejnev, Çernenko, sonra nə bilim kim və s. nəhayət də Qarbaçov. Yəni bu adamların siz fikir verin Azərbaycana nə xeyri olub, nələr olub. Mənə elə gəlir ki, indi yaşımız bilmirəm nə qədərdir, bizim yaş fərqimiz olar, biz bəlkə də eyni. Xeyirli deyərəm bu səfər. Yəni, belədir, nə qədər yaşı var Musa bəyin. Amma hər halda Azərbaycanda hər kəsin, mən axırda sizi bəy eləyəcəm, istəyirəm ki, bəy olasınız. Və nə iladı var? Bizim Azərbaycanımıza SSR adlanan ölkə, qurum nə verdi? Məzmunca, formaca milli, məzmunca sosialist ədəbiyyat verdi. Partiya deyirdi ki, Lenin belə deyirdi ki, partiya deyək ki, dövrün zəkası, vicdanı və deyək ki, nədirsə belədir. Bunu xüsusi olaraq deyirdi və o 20 yanvarı göstərdi bizə, verdi. Dövrün zəkası və vicdanı oldu, vicdansızlıq simosuna çevrildi. Sağ olsun, o hissəsini xüsusi olaraq deyir ki, yəni o adamların, rəhbərlərin yürütdüyü siyasətlə. Azərbaycana nə vermişdi ki? İndi gələk, Azərbaycana vermişdi Şamiyanın heykəlini, Ordzhonikidze'ni, 26 Bakı komissarını, Azərbaycana bunu vermişdi. Azərbaycana vermişdi kütləvi qəbristanlığı, Azərbaycana vermişdi 1918-ci ildə 18 martdan 31 marta qədər 30 min insanın qətliamını, Azərbaycana bunu vermişdi və Azərbaycana o cümlədən də dediyim kimi bunlar yapır. Çox sağ olun. Buyurun. Peki, bəy deyir ki, nə verib? İndi mən onu istəyirəm, yaddaşını təzəliyəm. Birinci sizə ali savad verib. O olmasaydı da xoruz yoxdur, səhər açılmayacaq. Birinci sizə ali savad verib. Sizə ev eşik verib, sizin valideyninizə ali savad verib, sizin valideyniniz o dövrdə böyüyübdür. Onlar hamısı şərəf ləyaqətli insanlar olubdur. Ona görə o cümlədə mənim valideynlərim. O dövrün üstündən belə xət çəkmək ümumiyyətlə düzgündür. O ki, qaldı nə verib, mən sizə deyim. 20-ci ildə siz dediyiniz o Azərbaycan Demokratik Respublikasının bolşeviklər hakimiyyəti alanda o dövləti, Azərbaycan o vaxt Azərbaycan çox zəif dövlət idi. Azərbaycanın 62 dənə ali savadlı adamı var idi. Sovet hakimiyyəti dövründə ümumiyyətlə Sovet hakimiyyəti savadsızlığı ləğv elədi. 6 nəfərin adını çəkin, dünya şöhrətli adım olsun. Bir dəqiqə, mən statistikanı deyirəm. Yox, bilirəm də 6 deyin. Cəmi 500 dənə həkim var idi. Sonra həkimlərin sayı getdi, 23 minə qədər həkim çıxdı. Nə qədər alim professor, 1000-ə yaxın bizim professor akademiklərimiz var idi, elmçilərimiz vardı. Azərbaycan qüdrətli bir dövlətə çevrildi. Azərbaycanda elə bir sənaye olmur ki, Azərbaycanda olmasın. Azərbaycan, mən açıq sizə deyim, elmdə də, mədəniyyətdə də biz Üzeyir Hacıbəyev kimi onlar nədir? Sovet verdi o. Bəli, onlar SSR xalq artisti idilər. Bəli. Yəni ki, bu Azərbaycan... Ona görə Şoralı üniversitesi qadağan deməli, Azərbaycan tikintini götürəyəcək. Azərbaycanda bir dəqiqə siz danışdınız, mən... 8-ci ildə öz əcəli ilə ölməsəydi, o repressiya olunacaq, öldürüləcəkdir. Yox, mən sizi yalandan saxlayıram, yalan deməkdən. İmkan verin, Musa müəllim vaxtına. Buyurun. Hər gün 400 dənə ailə belə 400 nəfər öz mənzil şəraitini yaxşılaşdırdı. Pulsuz, parasız 62 milyon kvadrat metr pulsuz Sovet hakimiyyəti ev verirdi. Burada oturanların, sizin arxasında oturanlar var, əl çalırlar. Onların hamısı pulsuz Sovet hökumətindən ev alıblar. İndi bunların birinə get pulsuz get görəm ev verə bilirsinizmi? Gedin pulunuzu ödeyin. Yəni Sovet hakimiyyəti adicə müalicəni götürək. Pulsuz müalicə idi. Siz bütün bunların hamısının üstdən xət çəkməyi, ay bəy, olmaz. Yəni ki, haqq demək lazımdır. Nahaq demək lazımdır. Azərbaycan Sovet hökuməti... Bizim vaxtımız bitib. Çox sağ ol, təşəkkür edək. Siz fikir verin ki, Sovet hökumətinin bizə verdiklərinə, yəni Musa bəyin dediyi kimi. Bax, Musa bəyin bugünkü soy adına fikir verin. Soy adı repressiya olunub. Ruslaşdırılıb və qalıb. O sonluğunu... Yox, söhbət onda deyil, özü bilir.
Mən heç də bilmirəm, deyin bilim. Yəni sizin adınız niyə, soyadınız niyə Tukanovdur? Siz Tukanovsuz, amma ruslaşdırılıb olub Tukanov. Repressiya olunub adımız, millətimiz, millətimizin adı. Bütövlükdə millət özü 30-cu illərdə. Daha nə istəyirsiniz? Yəni siz deyirsiniz bunu verim. Bu məsələlər, üzr istəyirəm, SSR zamanında Azərbaycan siz dediyi sahələrdə, sosial sahədə ən geridə qalmış, datasiyanın yaşayan Ermənistan SSR-dən də geridə qalmış idi. SSR bizə nə veribdi? SSR bizə verib, SSR yaradanda 9000 kvadrat kilometr ərazisi vardı Ermənistanın ərazisi. SSR dağılanda SSR-nin hesabına siz saydığınız o uğurların hesabına 29.000 kvadrat kilometrdir və üstəgəl sonradan torpaqları işğal idi, bunu verdi. Bizə verdi Dağlıq Qarabağ problemini. Bizə ən böyük qiyməti kim yazdı? 1925-ci ildə Nərman Nərmanov o dəfə yazdığı məktubda deyirdi. Çox gec açıldı o. Və deyirdi ki, nədir bu, mən niyə səhv elədim? Oğul, sən də səhv eləmə. Və özü öləndə dəfn olunanda, Qırmızı Meydanda dəfn olunanda Mikhail Kalinin çıxış edərək dedi ki, Qırmızı Meydan şərqdən ilk qurbanını qəbul edir. Bunları verdi bizə. Amma bax, ondan əlavə həm də üzr istəyirəm, dedikləriniz vardısa, bunların hamısı olmalıydı da. Yox, Sovet hökuməti olmasaydı bunlar olmayacaqdı. Filan kəslər olmasaydı bunlar olmayacaqdı. Biz təzədən qaydırıq, 62 dənə ali savadlıya, 62 nəfərə. Üzr istəyirəm. Savad yoxdur. Sən heçdən yaranan dövlətə bax, bayrağa bax. Səndən öncəki nəsil heçdən bir bayraq yaptı və onu Azərbaycan göylərinə tikdi və dedi, bir kərə yüksələn bayraq bir daha enməz. Rəsulzadə dedi bunu. Endi o bayraq. Enmədi. Endi. Onu Bolşeviklər 20-ci ildə endi. 1920-ci ildə sizin də bilmədiyiniz. Və yaxud niyə endi? Bax, niyə endi? Çünki 28 apreldə namərsiyəsinə götürdüyü öhdəliyi, 8 məddədən ibarət öhdəliyi parlamentdə qəbul edən Bolşevik şərəfsizlər onu yerinə yetirmədi. Bolşevik, sənə dəxli yoxdur Bolşevik şərəfsizlər. Yox, bu fakt, tarix. Siz bilirsiniz ki, işğal deyildi. Siz bilirsiniz ki, işğal deyildi. Biz hesab edirik ki, deməli bunlar həmişə bu burjuaziyanın belə bir metodu var. Deməli 20-ci ildə Bolşeviklər çağırdılar ki, gəlin təhvil alın hakimiyyəti, biz başarmadıq. Bolşeviklər hakimiyyəti təhvil aldılar, sonra getdilər Gəncədə qiyam düzəltdilər Bolşeviklərin əleyhinə, yazıq o iki generalı da zibilə saldılar. Sonra bunlar hakimiyyətə gələndə, bu burjuaziya hakimiyyətə gələndə, gəl də 11 ay hakimiyyətdə dayana bilmədilər. Getdilər Heydər Əliyevi çağırdılar. İndi də başladı. Yəni, bilirsinizmi, siz hakimiyyəti idarə elə bilmirsiniz, səriştəsiz, heç nə elə bilmirsiniz. Sonra elə danışırsınız ki, bilirsiniz nə də, sizin hakimiyyətinizi biz gördük, bütün Azərbaycan gördü. Nə günə saldınız Azərbaycanı? Siz də tutursunuz 92-ci ili, 93-cü ili. Bəli, bəli, 11 ay bəylər hakimiyyətdə idi, burjuaziya hakimiyyətdə idi. Kapitalizm qururdular bizə. Biz 23 ay hakimiyyətin haqqında, 23 aylıq hakimiyyət haqqında, Azərbaycan Xalq Cumhuriyyətinin haqqında o cür danışmaq ədalətsizlik deyil, təkcə həm də bu millətə aid olmamağın göstəricisidir. Siz danışdığınız iş bilirsiniz. Siz nə üçün tarixi bilmirsiniz? Siz milli kimliyinizi bilmirsiniz. Mən sizə fakt deyirəm. Yox, bu fakt deyil, siz yalan deyirsiniz. Sizin xoşunuza gəlmir. Nədir yalan? Üzr istəyirəm, nədir yalan? Müqavilə var, hər kəs bunu bilir. Müqavilə vardı, Bolşeviklər o müqaviləni yerinə yetirmədilər. 27-sində olan. Yerinə yetirmədilər. Ardında nə oldu? Üzr istəyirəm, sonrası nə oldu? Repressiya başladı. Azərbaycan köçürdü. Kimə qarşı? Azərbaycan insanına qarşı. Yox, bir dəqiqə. Kim oldu hakimiyyətə? Sovet hakimiyyətinə qarşı. Kim gəldi Azərbaycanda hakimiyyətə? Kim oldu? Artanıçiliz oldu, Kirov oldu. Sonradan Dalıcan gəldi, lap sonunda da gəldi, oldu Mirzəfər Bağırov. Bunlar oldular da, düzdür? Bəli, nədir bu? Çox təşəkkür edirəm. Biz kiçik bir fasilə ayrılıq qaydında ümid edirəm ki, biz reglamentə riayət edəcəyik və hər kəs öz ona ayrılmış vaxt çərçivəsində danışacaq. Biz kiçik bir fasilə ayrılırıq. Yenə birlikdəyik. Mən söhbətimizə başlayanda Koroğlunun abidəsindən başladım ki, bu həftə Azərbaycan paytaxtında belə bir abidə ucaldıldı. Mənə maraqlıdır ki, Musa müəllim, hər halda Azərbaycanda Sovet dövründən qalma xeyli abidə, xeyli heykəl yığışdırılıb. Və adətən adamlar yatanda gecə saatlarında yığışdırılıb. Siz hansı hissləri keçirdirdiniz? Heyfiniz gəlirdi-mi? Nə düşünürsünüz? Mən, məsəl üçün, gözlərim dolurdu. Bu bizim tarixdir. Bilirsiniz, tarixi o cür baxmaq olmaz. Bir gün mən aparıb o heykəlin gül qoyuram, bəy getsin, götürülən heykəl. Bəy getsin, o heykəlin etirazını bildirsin. Yəni, biz əgər demokratiyadan danışırsa, o bizim tariximizdir. Onu qurdalamaq olmaz. Əgər qoyulubsa da, qoyu qalmalıdır. 11-ci ordu.
Bakıya gəlib də 11-ci ordu. Bəlkə gəlməyibdir. Gəlib də qoyublar da oraya heykəli. Gedin 28 apreldə gedin o heykəli nə edirsiniz? Ancaq biz də gedək oraya gül qoyaq. Bir 50 ildən sonra ola bilsin bəyin nəvəsi getsin oraya gül qoysun. Biz hələ bilmirik hansı fikirlə formalaşacaqdır. Yəni yox, siz istəməklə deyil. Hə, yəni deməyim odur ki, tarixi abidəni qurdalamaq olmaz. Özdə o tarixləri qurdalamaq birinci bu burjuaziyadan başladı. Bunlar bu burjua partiyaları hakimiyyətə gələndə, bəli, burjua partiyasıdır bunlar. O adını gözəl qoymaqla deyil. Kapitalizm istəyir, bazar iqtisadiyyatını deyir, Ağabəylərin partiyası. Bu burjua partiyasıdır, qutardı getdi. Adını belə qəşəng yazmaqla deyil. Ona görə deyirəm ki, bu o heykəli götürməklə o birinci estafeti bunlar verdilər. Marks nə qalmışdı Azərbaycana? Nə varmış? Nə varmışdı Azərbaycan? Niyə götürdülər? Nə eləmişdi Azərbaycanı? Yəni bilirsiniz nətər? Burada ideoloji mübarizə gedirdi. Yəni bunlar məqsədi odur ki, Sovetdən nə qalıb, hamısını götürmək, hər şeyi götürmək. Belə çıxır ki, sabah kommunistlər hakimiyyətə gələndə biz də bu bir heykəlləri götürməliyik. Düzgün deyil axı bu. Heykəl qalmalıdır. Deməli, mən elə oradan davam eləyərəm. Bəli, buyurun. Əvvəla ardıcıllıqla Musa bəyin yəqin biraz məlumatsızdır bu məsələlərdən və yəqin ki, biraz o bizə olan şəxsi münasibət, ideologiya olan münasibət qoymur. Yəni, burjua partiyası olmalıdır. Bildiklərini belə deməyə. İlk heykəl götürdüb Kirovun heykəli və Şəhidlər Xiyabanında və onun da bütün demontaj olunması hamısı göstərilib və mən təşəkkür edirəm ki, ANS-in o zaman 215 KL-in çəkilişləri var və s. var. Bunlar var. Bu tarixdir. Marksın heykəli haçan götürülübsə onu bir xatırlayın. Neçənci ildə götürülüb, sonra götürülübdür. Şamyanın heykəlini saxlamaq mı lazım idi? 11-ci Qızıl Ordunu saxlamaq mı lazım idi 20 yanvara görə? Yəni bütün bunların hamısını. Mən heyrət eləyirəm. Hələ də bu düşüncə sahibi olan Azərbaycan vətəndaşı var. Bu cür belədir. Yəni o vandalizmdir. Heykəli götürmək vandalizmdir. Mən onu deyirəm. Yox, bir dəqiqədə indi siz mənə də mane olmayın. Mən sizə mane olmadım. Artıq mən başladım riayət eləməyə reglamentə. Və bu vandalizmin bünövrəsini Sovet hökuməti qoyub. Və Rus özü deyir, 1948-ci ildə buraxdığı kitabda, Moskva və Leningradda 2 cildli kitabda deyir ki, Çar Rusiyasının Azərbaycanda yürütdüyü müstəmləkə siyasəti 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində, mən ola bilsin ki, tərcüməsini biraz tələsərək belə deyirəm, 2 cildli kitab yazır qoyur ortalığa. Bizim Sovet dövründə, bizim xatırlatdığı, Musa bəyin xatırlatdığı və heç kəsin adını bilməyən alimlər isə, professorlar isə yazırdılar ki, Azərbaycanın Rusiyaya daxil olmasının mütərəqqi əhəmiyyəti, 150 illiyi və s. və s. Nə yaxşı ki, elə alimlər vardı, Ziya Bünyatov vardı, nə yaxşı ki, bugün Süleyman Əliyarov var, nə yaxşı ki, digər alimlər var ki, onlar o zaman da bunu deyirdilər ki, bu işğaldır, bəli. İşğalın adını işğal deyirlər. Təşəkkür edirəm. Sizin qarşınızda bu cür düşünən cəmiyyətin bir təbəqəsinin nümayəndələri əyləşib. Əgər sizin dediyiniz kimi o abidələr həqiqətən də qorunub saxlansaydı, onlar nə gözləyirdi? Onları yerlə yeksan eləməyəcəklərmi? Üstünə yumurta atmayacaqlarmı? Bilirsiniz, bu yumurta atsınlar, mən razıyam. Ancaq heykəl götürülməməlidir. Heykəldir də, birinci onu lazım deyil qoymağa. Qoymuşsunuz, qoy dursun orada, söhbət bundan gedir. Sağ olun. Ona görə məsələ buradadır. Yəni ki, bu heykəli qurdu. Lüboy Avropa, bax biz sivilizasiyadan danışırıq, demokratiyadan danışırıq. Harada görmüşsünüz ki, Avropada hansıdır bir dənə heykəli götürsünlər? Çünki o tarixdir. Biz sabah nə tər sübut eləyəcək ki, bunların bu burjuaziyanın dediyinlə desək ki, 11-ci ordu bizi işğal edib. Bir 50 ildən sonra o yaddan çıxacaq ki, elə bir ordu yoxdur. Söhbət bundan gedir. Yəni, mən pisini, yaxşısını demirəm. Yəni, bu olmalıdır, bu faktdır, bu tarixi faktdır. Bu qalmalıdır. İndi götürürlər, bunlar istəyirlər, bilirsiniz nətər, məqsəd bilirsiniz nə, üzr istəyirəm. Məqsəd Sovet tarixini xalqın, gələcək nəslin beynindən silməkdir. Mümkün deyil. Amma bunu kommunist ideologiyası özü də eləyirdi, elə deyil? Nə eləyirdi? Nə var idi ki, silsin? Yox idi axı işlə. Azərbaycanda heykəl var idi 20-ci ildə. Yox idi axı. Nə yaradılıbdır, sonra yaradılıbdır. Yəni siz hesab etmirsiniz ki, kommunist ideologiyası ondan əvvəlkiləri bizim nəslə, Azərbaycan millətinə başqa cür təhrif olmuş şəkildə yeridirdi. Siz belə düşünmürsünüz? Yox, birinci təhrif olunmuşu gərək hələ sübut eləsin ki, təhrif deyə yox. Bizim bunu alimlər, akademiklər, elmi dərəcə adamlar yazıblar. Mənim məsəl üçün o dərəcəm akademik dərəcəsidir. Akademik kitab yazıb. Mən nə deyim ki, akademik bunu düz yazmır. Onun üçün də gələcək nəsillər bunu araşdırmalıdır. Yəni ki, bugünkü gündən ideoloji baxımdan baxmaq lazım deyil buna. Məsələ buradadır. Yəni siz
Sizcə Azərbaycanda bu cür sizinlə bu fikirləri paylaşan və kommunist dönəmi üçün nostalji keçirən adamlar nə qədərdir? Çoxdur. Çıxaq küçüyə 10 nəfərdən alın, 10 nəfərdən 8-i deyəcək mən Kommunist Partiyasını istəyirəm. Kommunist Partiyasını istəyirəm. Yox, sosializmi istəyirəm. Sosializmi də təbiidir ki, Kommunist Partiyası idarə edir. Sosializmi istəyir. Bunların qurduğu kapitalizmi istəmir. Bunlar bizi qaytardılar kapitalizmə. İndi bizi qınayırlar ki, siz bizi geriyə qaytarmaq. Abalam, sən nətər olur bizi 70 ilə qaytara bilirsən 20-ci ilə. Mən dünənə qayda bilmərəm, məsəl üçün. Məsələ buradadır. Sosializm bizim dünənimizdir. Sosializmdə bir nə görmüşük, sosializmdə görmüşük. Kapitalizmi görürük. İkinci reqlament danışır. İkinci reqlament danışır. Əslində burada məsələ nədir? Biz bütün o ideoloji, siyasi, hüquqi, elmi terminləri qoyaq kənara. Abuvatel üçün, Azərbaycan vətəndaşı üçün danışaq ki, sosializm nə idi? Azərbaycandakı sosializm nə idi? Haram, zorla kollektivləşmə, adamın axırıncı heyvanını belə gətirib zorla kollektivləşdirmə, kulaqlaşdırma, repressiya. Mənim nəslimin və ola bilsin ki, Tuqanov nəsillərindən də xeylisinin Orta Asiyada nə qədər istəsən, deyək ki, məsələn, Çuy rayonunda adamları var. Bunlar repressiya olunurlar. Buymuş bunun bizə gətirib deyirlər. Qalır indi bu məsələdə insan, Azərbaycan insanı hansı bir heykəlin peşində deyil. O bir metallomdur. Qoyulmuşdu, bir siyasət idi. Şamyanı kimi qəbul eləyərdi heykəlində və bu günü qalsaydı. Çaparizzinin yerində siz xatırlatdığınız, başlarınızda dediyiniz Koroğlu'nun heykəli qoyulub. Arzanakidze kimə lazım idi? Yəni ona görə ki, o xatırlasın ki, görsün bu qanı sən sizə lazım deyil, tarix üçün lazımdır. Biz sizə görə demirik, ibarət deyil, qardaşım. Gələcək nəsil üçün lazımdır, sizə görə yox. Gələcək nəsil də tüpürmək üçün o qədər yer var ki. O tüpürsün, ancaq qalmalıdır. Yox, onun üçün mütləq heykəl qoyulur. Qalmalıdır orada. Amma gəlin biz. Yəni siz əslində ideologiya üçün bu qədər ideologiya üçün bu qədər çaba vermirsiniz, heykəl üçün çaba verirsiniz. Deməli sizə ancaq formalizmdən getdi, söhbət ona getdi. Mən sadəcə məsələ aydınlıq gətirmək istəyirəm. Yəni biz inkişaf etmiş ölkələrə müraciət etsək, məsələn Böyük Britaniyaya, orada heç bir heykələ əl dəymirlər, müqəddəs hesab edirlər. Yəni bu kiminsə sənətidir, kiminsə əl işidir, bu kiminsə müəlliflik hüququ daşıyır bu əsərə görə. Onun parlament tarixi neçənci ildən başlayır? 13-cü əsrdən 16 başlayır. əsrlik onun tarixi var, tamamilə doğrudur, 12-ci əsrdən başlayır. Yəni Azərbaycanda biz bu cür sizcə daha sivil olmazdı mı? Yox, onlar üçün də ola bilərdi ki, üzr istəyirəm, bir heykəl parkı düzəltmək olardı, aparıb qoymaq olardı, normal idi bu. Nə qədər ki, Əzizbəyova, Püstə xanım diri idi, Məşədi Əzizbəyovun heykəlinə toxunmurdular. Nə üçün? Kifayət qədər nüfuz sahibi idi, hörmət sahibi idi, akademiyanın üzvü idi və söz sahibi idi. Amma elə ki, Püstə xanım dünyasını dəyişdi və gecənin birində siz demişlər, gördük ki, nəsə heykəli götürdülər. Yəni o heykəllərin taleyindən sizin də xəbəriniz yoxdur. Ola bilər, kimsə jurnalist təhqiqat apara bilər. Heç kommunistlər də özləri də bilmirlər. Əgər heykəlin çox belə qayğısına qalırsa, geçsin görsün heykəli aparırlar da. Bir axtarış versinlər, tapsınlar, sual versinlər. Biz soruşmuşuq, biz bəyanat da qəbul eləmişik ki, bu cür olmaz, yaramaz bu. Amma Kirov üçün yox. Əzizbəyov üçün. Bəyanatınızı görsən olur. Siz sözümüzə qulaq asırsınız, bəyanatımıza da baxarsınız. Çox sağ ol, təşəkkür edirəm. O ki, qaldı o Koroğlu heykəlinə, mən istəyirəm bu barədə deyəm. Bir tərəfdən yaxşı oldu Koroğlu heykəlini qoydular, biz alqışlayırıq. Çünki faktiki orada Bolşevikin heykəlini qoydular, digər Bolşevikin heykəlini qoydular əvəzində. Koroğlu da sinfi mübarizəni aparıb, Koroğlu da kimlə mübarizə aparıb? Bəylərlə, ağalarla mübarizə aparıb. Onların varını, dövlətini alıb xalqa paylayıb. Ona görə biz də onu Bolşevik kimi qəbul edirik, o da solçudur, o da bir arada kitabda da oxuyun da. Çox sağ ol, təşəkkür edirəm. Sizə qarşı mübarizə aparıb da o. Yox, bir kitabda da oxuyun da, bir dünya görün nəyin peşində. Siz Allah baxın, yəni siz ümumiyyətlə vahid kommunist ideologiyası ilə məşğul olan Musa bəy, Tukanov adında adam eşitmişsiniz bir ideoloq olaraq. Mən istəyirəm ki, biz herhalde Musa müəllimi biraz əvvəl dediyi fikrə münasibət bildirəsiniz ki, pulsuz təhsil, savad, Mənzil. pulsuz səhiyyə, Bəli. mənzillərin pulsuz adamlara verilməsi, biz bugün müstəqillimizin 20-ci ilində neft ixracatçısı olan bir ölkə kimi və inkişafımızın pikini yaşayan bir ölkə kimi bunu verə bilirikmi öz vətəndaşlarımıza? Yox, verə bilmirik. Və bir mənalı şəkildə istənilən məsələnin, istənilən quruluşun, sadəcə yanaşmada biz bir-birimizə qarşıyıq. Fərd olaraq da olsun ki, mən dediyim kimi, mənim üçün 9 milyon, neçə 100 min Azərbaycan türkü varsa, vətəndaşı varsa, o mənim üçün qiymətlidir, vətəndaşımdır mənim. Mən onun əleyhinə ola bilmərəm. Bilməksə ondan yəni, siz pis görürsünüz üzr istəyirəm, pulsuz
təhsil. Nə oldu o pulsuz təhsilin nəticəsi nə oldu? Sizi kim Və alim yetişdirdiniz, savadlı adam yetişdirdiniz. Otururlar maşallah, hamısı savadlı adamlar. Bu cür alversiz metodolojisini danışmaq lazım deyil. Yəni, pulsuz təhsilin nəticəsi nə oldu? Azərbaycan elmi, Azərbaycan Sovet elmi kimi qoydu ortalığa? Tarix elmi Ziya Bunyatovdan o tərəfə gedə bildimi? 2-3 tarix alimi adı çəkə bilərsiniz. Qalanların hamısı Sovet Azərbaycanı, münasibətləri, komsomolun yaranması, partiya tarixi, filan qurultay, filan plenum bununla deyək ki, müdafiə elədilər də. Elmlər doktoru, hətta professor oldular. Tibb elmi Azərbaycanda nəyəsə nail oldu. İndi bu günləri bunun heç birini qaralamaq da olmaz. Bu bizim nailiyyətlərimizdir. Bunun Sovet hökumətinə nə dəxli var? Sizcə, amma biz Sovet hakimiyyəti devrələnən sonra Azərbaycanda elm irəli mi getdi, yoxsa geri mi getdi? Nələr verdik? Milyonlarımızı verdik, neftimizi verdik. İkinci Cahan Savaşı'nda Azərbaycan neftinin, Bakı neftinin hesabına hansı uğurlar oldu? Əvəzində 113 nəfər Sovet İttifaqı qəhrəmanımız vardı ki, onun neçəsi Azərbaycanlı idi. Əksəriyyəti erməni idi. Bağramayandan tutmuş digərinə qədər. Yəni, bundan da danışmaq lazımdır. Biz müstəqillik vermişik Azərbaycana. Rəsulzadə deyir, insanlara hürriyyət, millətlərə istiqlal ifadəsi ilə və Azərbaycana bir müstəqil dövlət gətirmişik. Bunu gətirmişik. Siz də köləlik gətirmişsiniz, işğal gətirmişsiniz. Çox sağ ol, təşəkkür edirəm. Bilirsiniz, yaxşı sual verdiniz. Bilirsiniz, nəyə görə biz o pulsuzu verirdik, bunlar pulsuzu indi verə bilmir. Çünki o sosyalizm idi, bu kapitalizmdir. Kapitalizm də pulsuz da işin olmur. Kapitalizm də deyirlər ki, ancaq pulsuz o təliyə, o sıçanı tutmaq üçün pendir qoyurlar. Bax, odur. Kapitalizm də pulsuz heç nə yoxdur. Qardaş qardaşa pulsuz heç nə eləmir. Sosyalizm də dost dosta pulsuz hər şey eləyirdi. Yəni, o ən insani quruluş, ən gözəl quruluş, ən oydu. Kapitalizm, tutarlıq kapitalizm. Mirmalı bəyin başqa bir fikrinə. Ay tövbə ki, Musa Tuğanov əgər Marksın kapitalını oxuyubsa. Mən istəyirəm ki, siz... Mən oxumamışam, siz ancaq onun haqqında pis danışmıram. Siz heç nə oxumusunuz, gənə pis danışırsınız. Gəlin biz şəxsi hücumlara keçməyək hər halda. Mən istəyirəm biz başqa bir fikrə münasibət üzü bildirək. Azərbaycanın müstəqilliyi məsələsinə. Siz bununla fəxr hissi keçirmirsiniz biz ki, dünya xəritəsində Azərbaycan müstəqil bir dövlətdir. Bu saat mən sizə cavab verirəm. Birinci, Azərbaycan müstəqil dövlət idi. Azərbaycan SSR-nin konstitusiyasını qaldırın. 68-ci maddəsi açıq aydın yazır ki, Azərbaycan Sovet Sosialist Respublikası suveren dövlətdir. 74-cü maddəsində. Bəli, suveren dövlətdir. 74, gülməyin, qaldırın, oxuyun bunu. Qaldırın, oxumamışsınız, götürüb konstitusiyası qəbul edirsiniz. Yəni, əgər bu suveren dövlətdir, onun niyə konstitusiyası var? Elə dövlət, konstitusiyasız dövlət, yəni konstitusiyalı dövlət suveren olmur. Bunun artıq konstitusiyası var. 74-cü maddədə çox maraqlıdır. Yazır ki, 76-cı maddədə yazır ki, SSR Azərbaycanın suverenliyini tam ona nədir, qorumalıdır. Yəni, bu artıq ittifaq çərçivəsində. Yəni, bizim ittifaqın çərçivəsində olmaq, o deməkdir ki, biz müstəqil döydük. Nə cür Avropa ittifaqı var? İndi sabah Fransa çıxsın Avropa ittifaqına. Deməli, o müstəqilliyini əldə eləyir. Yəni, o bir müstəqil dövlət kimi ittifaqın içindədir. Biz də müstəqil dövlət kimi SSR-nin içindəydi. Orada da var idi. Hər vaxt çıxa bilərsən. 69-cu maddə. Ermənilər referendum keçirdi, çıxmaq barədə. Xoşun gəlmir SSR, referendum elə çıx. Bunun müstəqilliyə nə daxlı var? Biz müstəqil dövlət olmuşuq 70 il. Bizim özümüzün gerbimiz, himnimiz, hökumətimiz, parlamentimiz, hər şey bu müstəqilliyin atributlarıdır. Amma sizin yaxınızda olan Oraq və Çəkic Azərbaycanın deyil. Yox, bu fəhlə kəndlidir. Bizim partiyamız fəhlə kəndli partiyası. Yəni Azərbaycanın deyil. Bunlar burjuaziya partiyası. Bunlar burjuaziyanın maraqlarını müdafiə edən siyasi qüvvədir. Biz fəhlə kəndlinin maraqlarını müdafiə edən İki cümləlik xatırlatma, dərs kimi xatırlatma deyim ki, Marksizm-Leninizmlə deyim. Yəni, hörmətli Musa bəy Tuğanov üçün ki, yəni bu şəxs... Müəllim Tuğanov üçün. Şükür, mən belə deyim. Yəni, onu da oxumayıb, yəqin onu da qiymət almaq xətrinə oxuyubdur ki, yəni o tarixi yadından çıxardır. Burada məsələ nədir? Azərbaycanın müstəqilliyi yoxdur 15 respublikanın da. Olsaydı əgər bütün dünya buna qırmızı imperiya deməzdi. Buna qırmızı imperiya və bu köləlik gətirən, insanların azadlığını boğan, olsaydı əgər 20 yanvar olmazdı. Olsaydı əgər bizim müstəqilliyimiz, onda biz Moskvanın indiki bütün gördüyü işlərlə Rusiyanın çar zamanında, sonraki vaxtda bunlar olmazdı. Olsaydı bizim müstəqilliyimiz, Sisyanov gəlib, Cavad xanı yenəndən sonra Gəncə Yelizavetpol olmazdı, Gəncə Kirovabad olmazdı. Olsaydı əgər müstəqilliyimiz Gəncə 88-ci ildə adını qaytarmaq uğrunda mübarizə aparıb nəhayət ona nail olmazdı. Oldu, təşəkkür edirəm. Çox sağ olun.
birlikdə və mən sizdən soruşmaq istəyirəm Musa müəllim. Hər halda mən bilirəm ki, Azərbaycanda belə bir təşəbbüs də olub. 1 may zəhmətkeşlərin həmrəylik gününü qeyd etmək yaxud bərpa etmək təşəbbüsü. Maraqlıdır ki, bu təşəbbüs sizdən yaxud digər solçu partiyalardan gəlməyib, əslində sağçı düşərgədə olan Pənah Hüseynindən gəlib və hətta belə olan halda da siz onu dəstəkləməmişsiniz. Nəyə görə? Mən deyim sizə, faktiki Pənah Hüseynov özü də adına Xalq Partiyası qoyubdur. Məsələn, partiya xalqın ola bilməz. Partiya hər hansı bir təbəqənin, hər hansı bir zadın partiyası ola bilər. Çünki xalqın, bilirsinizmi, ziyalısı da var, oğrusu da var, əyrisi də var. Yəni, bilirsinizmi, bunun hamının partiyası ola bilməz. Biz gördüyünüz bu oraq çəkişin partiyasıyıq. Yəni, fəhli ilə kəndlinin partiyasıyıq, zəhmət adamı. Yəni, ona nədir, bəli. Yəni, bu zəhməti hesabına yaşayan insanların partiyasıyıq. O isə burjuva partiyası. Ona görə bizə çox təəssüflü gəlir ki, ay Pənah Hüseynov, axı, o fəhlə kəndli hakimiyyətin axı, sənin orada böyük, orada zəhmətin olub onun dağılmasında, onun demontajında, o baş nazır idi. O bütün, deməli, Sovetin, yəni indi durub o bayramı ortaya qoymaq, biz həmişə parlamentdə yazmışıq. Biz parlamentdə yazmışıq nə qədər ki, bunu mütləq bizim biabırçıdır. Elə bir ki, Azərbaycanda zəhmətkeşi yoxdur. Deməli, dünya Azərbaycanlıların həmrəylik günü keçirilir. Dünya Azərbaycanlılar da kimdir? Xaricdə olan varlılar. Onların həmrəylik günü keçirilir. Özü də həmrəylik nəyin əsasında durur? Bilinmir. Ancaq zəhmətkeşlərin, hansı ki Azərbaycanın 90% zəhmətkeş insanlardır, onların həmrəyliyi qəbul olunmur. Amma əgər siz belə bir təşəbbüsdən çıxış etsəz, sizcə o dəstəklənəcəkmi? Azərbaycanda belə bir qüvvə var? Ona eləməzlər. Siz nəyə görə? Sayın Şıxam, nəyə görə? Çünki bizim parlamentimiz bir burjuva parlamentidir. Orada bütün bir partiyalıq parlamentdir. Orada bütün partiyalar hamısı kapitalizmi, bazar iqtisadiyyatını, yəni burjuaziyanı təmsil edən onların maraqlarını, o təbiidir, olmalıdır bu. Çünki sol var, sağ var, bəli. Yəni onlar heç vaxt zəhmətkeşlərin, onlar bu bayramını qəbul eləməzlər. Ona görə, onun üçün gərək kommunistlər hakimiyyətə gələ, parlamentdə çoxluq olar, o səsə qoya bu bayram keçirilir. O Pənah Hüseynov, mən başa düşürəm, siyasətçidir. Onu eləyib ki, bu fəhlə kəndlinin beləcə özünə qarşı münasibəti yaxşılaşdırsın. Oldu, çox sağ ol, təşəkkür edirəm. Mənə maraqlıdır ki, bugün Azərbaycanda hər halda cəmiyyətin bir hissəsi, bir qismi, bir təbəqəsi bu fikirlərlə ola bilsin ki, razıdır və bəyənir bu fikirləri. Yəni, Azərbaycanda elmin inkişafı, səhiyyənin inkişafı, sizin dediyiniz təhsilin inkişafı təəssüflər olsun ki, 20 il ərzində hansı sahələrdə irəli deyil, geriyə reqres etmişdir. Bununla bağlı siz məhsulluq keçirirsinizmi? Siz hər halda demontaj olmasına iştirak eləmişsiniz bu sistemin. Yox, burada üzr istəyirəm, söhbət kadrlardan gedir, məsələyə münasibətdən gedir. Konkret olaraq, yəni indiki mərhələdə. Yəni təhsillə elə adamlar məşğul olurlarsa, elə adamlar məşğul olurlar ki, onlar təhsilin inkişafına yox, onlar təhsilin ümumiyyətlə dayanmasına və geriləməsinə səbəbdirlər və işləri də bundan ibarətdir. Əgər ölkədə korrupsiya varsa, rüşvətxorluq varsa, xüsusilə təhsildə. Test sistemini xalq ötəsi gətirir. O da vardır, belədir. Və indiki halda təhsilin və digər sahələrin geriləməsinin səbəbi birbaşa məsələyə münasibətdən irəli gəlir. Yəni, bayaq xatırlatdınız, dediniz ki, məsələn, neft sənayemiz inkişaf eləyir, neftdən gələn gəlirlərin ümumiyyətlə hesablaması mümkün deyil. Ona parlament nəzarət eləməlidir, nəzarət eləyirmi, eləmirmi, ayrı bir məsələdir. Mən də uzun müddət parlament üzvü olmuşam, belədir, orada eləmək mümkün deyil. Başqa məsələlərdir və s. və s. Bunlar təhsilin inkişafına yönəldilməlidir. Sosial sferanın inkişafına yönəldilməlidir. İndi əhalinin dövlət axı özü bina tikmir deyə, özəl şirkətlər bina tikir, o haqlı tələblərdir. O insanlar vaxtı ikən pulsuz ev alırdılar, amma neçə ilə, 20 ilə, 15 ilə alırdılar da, faktiki alırdılar. Mən də növbə ilə evi almışam. Mən də növbə ilə evi almışam. İndi öz növbəm çatmıyor, bəli. Amma bu gün o yoxdur, doğrudan da yoxdur. İnkişaf var, analog olmayan inkişaf var, ortada bu məsələləri qarşılayacaq əməllər yoxdur, konkret olaraq işlər yoxdur. Digər məsələlər var və s. var, filan da var. Yəni siz qəbul eləyirsiniz ki, bu həqiqətən də o qədər də pis sistem deyil. Yox, mən onun ideologiyasını qəbul eləmirəm. Mən onun gördüyü yaxşı işlərin üstündən, nə üçün ədalət, onda mən ədalətsiz olacağım ki, gördüyü işlərin hamısının üstündən xət çəksəm. Niyə xət çəkməliyəm ki? Faktı var da bu. Onda mənə heç nəyin ki, kommunist, üzr istəyirəm, heç mənim öz ardıcılığım da mənə inanmaz ki, Azərbaycanda bu məsələdə və digər məsələlərdə, istənilən məsələlərdə mənim sözümə cəmaət ona görə hörmətlə yanaşır ki, mən obyektiv və ədalətli danışıram. Çox sağ ol, təşəkkür edirəm. Biz elə sizdən də bu münasibətli gözləyirik, dəyərləndiririk. Hər halda Rusiyada Azərbaycandan fərqli olaraq, siz mənlə razılaşarsınız, solçuluq daha mütəşəkkil,
daha böyük bir, daha güclü bir qüdrətli, daha güclü bir düşərgədir. Siz kommunist ideologiyasının yenidən bərpa olunması üçün elə həmin o Züqanovun Rusiyası ilə, Belarusla, yaxud hansısa digər keçmiş Sovet Respublikası ilə birləşməkdə görürsünüzmü Azərbaycanın çıxış yolunu? Düşünürsünüzmü bu barədə? Sayın xanım, ümumiyyətlə bu ritorika mən deməli... Bu ritorika niyə ritorika deyil, birləşmək? Əgər bu dövləti... Güclü olmaq üçün birləşmək. Əgər bu dövləti burjuaziya qurursa da o deməli müstəqil dövlətdir. Əgər bu dövləti kommunistlər qurursa da fəhlə kəndli hökumətini. Bu mütləq müstəqil dövlət olmamalı. Yəni, belə bir fikir elə formalaşdırırlar ki, güya kommunistlər biz Azərbaycan dövlətinin müstəqil dövlət olmaq istəyirik. Bizim Züqanovla heç bir, onun ayrıca siyasi partiyadır, onun əlaqəmiz var, ancaq bizim bütün dünya kommunist hərəkatına. Bundan cəbhəni götür, cəbhə biləcərdən anırı yoxdur. Ancaq bu kommunist partiyası bütün Azərbaycanı belə, bütün dünyanı zəbt edib kommunist ideologiya. Hansı dövlətə get, Bangladeşə get, orada kommunist partiyası var. Yəni bu beynəlmiləl bir partiyadır və hərə öz dövlətində onlar öz Rusiya cavab edir. Biz deyirik ki, Azərbaycanda müstəqil Sovet Sosialist Respublikası yaradılsın. Biz bunu istəyirik. Bizə ayrı heç kim lazım deyil. Bizim hər şeyimiz var. Biz Sovet Sosialist Respublikasını Azərbaycanda müstəqil olsa, bizim bax o dediyimiz hamısı, elmdə, hamısı Haranı siz nümunə götürürsünüz? Kubanı? Yox, Çini. Çin pusat. Mən sizə deyim də, kapitalizm özü artıq bir sistem kimi görürük də, dağılır. Yunanistana baxın. Kapitalizm vidalaşır bizlə. Kapitalizm əl vurur. Bəyə deyir ki, mən gedirəm, bəy deyir, yox dayan. Hələ götürüb pul verirlər, yardım verirlər. Kapitalizm gedir artıq. Sosializm gəlir ona. Bunlar bizi qaytarırlar təzələn kapitalizmə. Biz qabağa sosializmə getməliydik. Amma əgər bir dəfə uğurlu olmadısa bu ideologiya niyə görəsə yox, əgər yaxşı maşındırsa da, bütün ancaq pis idarə eləyənin əlinə vermişik, aparıb maşını vurub. O demək deyil ki, maşın pisdir. İdeologiya yaxşıdır, ideya yaxşıdır. Pis adamların əllərində oldu bu. Məsələ buradadır. Çox sağ ol, təşəkkür edirəm. Siz fikir verirsiniz, 70 ildə başçı olan, birinci olanların içərisində bir dənə mərifətli, bir dənə yaxşı adam yoxdur. Bir dənə maşını normal idarə edən adam yoxdur. Bu gedir, onu söyür. Bu gedir, onu söyür. Bəlli olur ki, bunların hamısı belə olub. Yəni, görün, və bu həm də o deməkdir ki, Musa bəy düz deyil. Bu kommunist ideologiyası Anrıdan o tərəfə döyül, nəinki Biləcərdən. Sayın xanım, mən qarşı ilə bir şey deyim. Kommunist ideologiyası bütün dünyanı, Avropanı, bütün faşizmdən azad edir. Biz 20% torpaqlarımızı onu elə bilmirik. O yeri gəlmişdən, o da kommunizmin nəticəsi. Bizim vaxtımızda Qarabağ işğal olunmamışdı. Kimin vaxtında, kim eləyib? Qarabağı kim işğal edib? Sovet hakimiyyətinin. Sovet hakimiyyətinin planıdır da. Dinesiyanın kimindir? Sovet hökumətidir. Sovet hökumətini dağıtmaq üçün bunlar hamısı əmələ gəldi də bu. Azərbaycan torpaqlarının işğalı da olan baş verəndə artıq Sovet hakimiyyəti yox idi. Yox, 1988-ci il, niyə ki? Yox, hələ başlamışdı. 24 ili tamam olur indi. Siz onda başlamışdınız onu tərpətməyə Sovet hakimiyyətini. Başlamışdınız. Artıq dağılanda... Niyə o boyda güc, o boyda qüvvə, o boyda təriflədiniz, bəs niyə dayana bilmədi? Ona görə mən ağzımda deyirəm, kommunist yox idi da. Siz açıq qapıya soxuldunuz. Sizə müqavilət göstərdim. Niyə axı, niyə? Parlamentdə bütövlükdə... Yox idi, parlament özü sizə verdi. 38 nəfər cəmisi demokratik blokdan 3 rəngli bayraqla seçilən 38 kişi vardı. 38 nər vardı, oğul vardı. Qalanları hamısı kommunist idi. Durardılar da. Ali Sovet buraxdı. Ali Sovet 50 nəfərdən Milli Şura yaratdı. Deyəsən, siz də oraya daxil edin. Ali Sovet hansı ki kommunistlər idi orada. Yox idi. Dayanardı da. Təhvil verdi bunlara. Dayanardı da. Siz onlarla danışmışsınız. Sizdə danışıq var idi. Kommunist partiyası isə yığıldı. Buraxdı özünü. Deməli, dünyada Sevinç xanım, elə partiya yoxdur ki, üzvləri yığılsın, onu buraxsın onu. Elə bir analogu yoxdur. O bircə Azərbaycanda kommunistlər yığılıb, neçə il üzvü olduğu partiyanı buraxırlar. Valla Musa bəyin yaddaşı ya zəifdir. Üzr istəyirəm. QKÇP-ni biz eləmişdik. Yox, QKÇP nə zaman söhbət? Yox, nə zaman olmuşdu? Kommunist partiyasının buraxılmasından gedir. Kommunist partiyası buraxılmamışdan olmuş da QKÇP. Qardaşım, örgən deyil, sonunda bunları örgən. Bütün respublikalarda partiyaya qadağan olunub, tutub. Bircə Azərbaycanda kommunistlər dırnaq arası yığılıblar, o partiyanı buraxıblar. Və 400 min kişi vardınız, nə oldu? Necə oldu? Yalandan da orada yazıldı. Yox idi kommunist, yox idi. İndi biz kommunist olmuşuz. Yerdiz, gələrdi sizə rəhbərlik eləyək. Lazımdır. Gəlir. Siz hələ özünüzə
Siz özünüzə rəhbərlik edin, 11 ay siz hakimiyyətdə dayana bilmədiniz. Ancaq biz 70 il dayandıq. 11 ay 70 il biz dayandıq. Azərbaycan Xalq Cumhuriyyətini bərpa elədik. Azərbaycan 1803-cü ildən, 4-cü ildən bəri Rus tapdağında idi. Rus əskəri vardı Azərbaycanda. Kürəkçay müqaviləsi, Gülüstan müqaviləsi, Türkmənçay müqaviləsi. 1993-cü il may ayının 25-dən Rus əskərinin ayağı Azərbaycandan kəsildi. Bunu əgər bilmirsinizsə, yaşamayın bu Azərbaycanda. Qalmayın burada. Haqqınız yoxdur yaşamaq. Onda nə üçün sizi müdafiə eləmədilər? 11 ay qaçdınız, çıxdınız, getdiniz. Hara qaçdıq? Qaçdınız, çıxdınız, Sənə elə gəlir. Ay yazıq, hələ biz geri kələkəyə qaçdınız. Mənlə mübahisə aparsın. Hələ də indi cavabını verə bilmirsən. Niyə sizi müdafiə eləmədilər? Hələ də cavabını verə bilmirsən. Niyə 20-ci ildə sizi səni azad eləmişik? Müstəqillik bəxş Mənə elə azadlıq lazımdır. Lazım deyil, qardaş. Bir danışaq. Çox xahiş edirəm. Ya sev, ya tərk et. Siz hesab edirsiniz ki, Azərbaycanda kommunist sistemi öz-özünə dağılmadı. Birinci səbəbi budur ki, Sovet İttifaqı Komünist Partiyasının, Sovet İmperiyasının dağılmasının səbəbi 20 yanvardır. Ən böyük səbəbi kütləvi qəhrəmanlıqdır. Biri budur. O cümlədən Pribaltikada baş verənlər, o cümlədən Tiflisdə baş verənlər. Bunlar elə belə sıradan məsələ deyildi. Yəni Azərbaycandakı prosesin özü son verirdi. Biri buydu. Qarbaçov əgər deyirlər ki, Qarbaçov elədi, məsələn filan kəs elədi və yaxud deyirlər bəziləri biraz da ağzı göyçəkli eləyirlər ki, tarixçi olublar filan yazırlar, deyirlər ki, güya ki belə də yıxılırdı və Xalq Cəbhəsinin burada heç bir rolu olmayıb. Belə şey yoxdur. Nə üçün yoxdur? Üzr istəyirəm. Əgər belə idisə, onda niyə 20 yanvarda Qarbaçov göstəriş verirdi və Yazov gəlirdi, Marşal Yazov otururdu Bakıda və deyirdi ki, mən AXC-nin strukturlarını dağıtmağa gəlmişəm. Əgər belə idisə, bu qoskocaman Sovet hökuməti özdə Marşal ilə bir yerdə dayanardı, qardaşım. Bu dayanardı və qoymazdı, əldən verməzdi. Qarbaçovun özünün də, nə bilim, sonradan deyilənlər, indi Nobel mükafatı alması, güya ki, SSR-nin xitamına onun əsas fəaliyyəti səbəb olub. Elə şey zəd yoxdur. Heç kəs hakimiyyətini əldən verməz. Sizin ardınızda gələn bu qardaşlar var, burada bu ağsaqqallar və gənclər var. Onlar sizi istəyib gəliblər. İdeologiyanı götürüb gəliblər də, düzdürmü? Və sizə hörmət eləyirlər ki, sizi təmsilçi kimi qəbul eləyirlər. Vahid Azərbaycan, bilmirəm, Vahid əvvəldir, sonradır, Komünist Partiyasının liderisiniz, düzdürmü? Bəs nətər olur ki, siz indi deyəsiniz, biz indi sizə qarşı çıxanda eləyəndə qoyub qaçacaqsınız. Niyə Qarbaçov qoyub qaçmalıydı? Xeyr, heç kəs onu eləməzdi. Sadəcə olaraq o özünün tökdüyü qanların içərisində bu imperiya boğuldu. Milyonların içərisində boğuldu. 30-cu illərin, üzr istəyirəm, 30-cu illərin haqsızlığının içərisində boğuldu. Hatırlayırsınız, deyirsiniz ki, bizim Azərbaycan SSR konstitusiyasının filan bəndində filan yazılıb. Siz bilirsiniz o konstitusiyanı necə qəbul ediblər? 1958-ci ildə Azərbaycan dilinin dövlət dili kimi konstitusiya salınmasını ötürü Mirzə İbrahimovlar digərləri nə qədər fəaliyyət göstəriblər, xəbəriniz var ondan. Niyə görə? Əgər 48-ci ildə, bayaq dediyimi təkrarlayıram, əgər 48-ci ildə Üzeyir Hacıbəyev öz əcəli ilə ölməsəydi, 53-cü ilə planlaşdırılan siyahıda, repressiyada, təzə siyahıda o başda idi və mütləq də bu olacaqdı. Siz bunları unutmayın. Unutmayın bizim minlərlə, 10 minlərlə insanımızı. Mikail Müşfiqi, Hüseyin Cavidi unutmayın. Ayıbdır bu. Ayıb, çox ayıb. Ya tarixi bilmirsiniz, örgənin. Ya da bilib bilərəkdən deyirsiniz. Musa müəllim, indi vaxt sizindir, buyurun. Bizə kəlmə deməyəcək. Benim Mahmud bəy, xahiş edirəm çıxın çölə, baxın görün neçənci ildə büyür. Bu gün nə 80-ci ilin axırıdır, nə də 90-cı ilin əvvəlidir. Yox, o siz dediyiniz, artıq o yox, cəmaat bilir sizi, tanıyır, yaxşı tanıyır. Lazım deyil. Hüseyin Cavidi bilir cəmaat. Sən görürsünüz, bu adamları aldatmayın. Aldatmayın bu adamları. Azərbaycanda Sovet Sosialist Respublikasını bərpa etməkdə. Bundan ötürü yəqin ki, bütün xalq referendumu keçirilməlidir. Və siz əminsinizmi ki, Azərbaycanda həqiqətən 50%-dən artıq deyəcək ki, bəli, biz kommunist üsul idarəsinin qayıtmamasını istəyirik. Sevinç xanım, onun üçün siyasi partiyaya imkan verilməlidir, fəaliyyət göstərməlidir. Siyasi partiya seçkilərdə iştirak etməlidir, parlamentə düşməlidir. Onun üçün parlamentdə çoxluq olmalıdır və bu sosialist qanunlarını, mən bunların ləğv elədiyi pulsuz səhiyyə, pulsuz müalicə, pulsuz mənzil, pulsuz hamısı təhsili, hamısını biz bərpa eləməliyik. Onun üçün biz gərək parlamentdə oturaq. Biz çöldə bunu eləyə bilmərik. Bəli, ondan sonra xalqın özü əgər bizə səs verirsə də, bizi parlamentə çoxluq otuzdurursa, deməli, xalq sosializm istəyir də, təbiidir ki də bu. Ona görə hər şey xalqın adından olmalıdır, onun razılığından olmalıdır. Da bunlar xalqdan soruşmadılar, götürürlər Sovet hökumətini dağıtırlar. 91-ci ildə referendum keçirdi, belə SSR ona nədir, 90-cı ildə keçirdi. Mart ay sağ oldu. 70%-ə yaxın dedi ki, saxlansın. Ancaq bunlar götürürlər. Xeyr, 6 aydan sonra başqa bir referendum keçirildi və orada cəmaat hamısı dedi. Biz onda cəmsi 43 nəfərdik. Ona mən bir sual vermək istəyirəm. Söhbət eyni xalqdan gedir.
Bu iki dənə referendum arasında bir neçə ay vaxt keçibdir. Bəli. 6 aydan az bir vaxt keçibdir. Necə olur ki, birində deyir ki, istəyirəm Sovet Respublikası Rusiyaya. 6 aydan sonra deyir ki, istəyirəm ki, qalmasın. İndi üzr istəyirəm. Orada nə maraqlı məsələ var. Bizim deputatlarımız kim idi? SSR xalq deputatları. SSR xalq deputatlarının sırasında, Azərbaycandan seçilən SSR xalq deputatlarının sırasında 5-10 nəfər adam adı saya bilərsiniz də. Qalanları hamısı Ruslar idi. Filan admiral, filan profesör, filan kəs. Yəni Rusiyadan göndərilən və nəzərdə tutulan ki, bu buradan seçilməlidir. Referendumda cəmaət ki, iştirak edirdi adamlar. Və yaxud 4-cü ordunun komandanlığı. Məsələn də bu Azərbaycanda yerləşən və s. də indi Musa bəy deyir ki, biz müstəqil idik, doğru deyil. Burada 4-cü ordu vardı, çox müstəqil idik həddən artıq. Rusiya nə deyirdi, onu eləyirdik. Oradan nə göstəriş verirdilər, oydu. Orada plenum qərar qəbul edilməlidir. Yəni bu məsələdir. Burada nədir məsələ? Hadisələr o qədər sürətlə inkişaf edirdi ki, 1991-ci ilin mart ayında keçirilən referendumda bilirsiniz ki, ölkəmizin, ərazimizin bir hissəsi iştirak eləməyib. Naxçıvan Muxtar Respublikası iştirak eləməyib bu referendumda. Və o referendumun özü həm yürüdülən siyasətə görə, həm mövcud real vəziyyətə görə Azərbaycanda baş verənlərlə bağlı biraz ondan öncə, yəni bir il qabaq 20 yanvara görə Azərbaycanda o zamanki hakimiyyətin, prezidentin bütün komandasının, demək olar ki, əksər komandasının ruhları şad olsun, vertolyotda Qəzziyə uğradıldığına görə, bütün bunların hamısına görə xeyli situasiya tamam dəyişilmişdi. Və Azərbaycan xalq cəbhəsi mövcud vəziyyətə və reallığa görə diktə eləyirdi, real siyasi qüvvə idi. Amma buna baxmayaraq, əhalinin, deyək ki, əksəriyyəti referendumda SSR-nin saxlanmasına səs verdi. Situasiya dəyişdi, avqust ayında QKÇP oldu. QKÇP-nin nəticəsində proseslər ildırım sürətini getməyə başladı və Azərbaycan Komünist Partiyası, siz dediyiniz kimi, mən xatırlamıram onu, özünü buraxdı mı, nə bilim, nəsə elədi filan da. Qurultayla özünü buraxdı, yəni situasiya o qədər güclü oldu və biz təkrar referenduma getməli olduq. Bunların hamısı çox ciddi məsələdir. Çox təşəkkür edirəm. Təəssüf ki, bizim efir vaxtımız başa çatıb. Mən hər iki qonağa öz təşəkkürümü bildirmək istəyirəm və elə bilirəm ki, bugün biz Azərbaycanda solçuluq və sağçılıq mövzusunda çox maraqlı bir müzakirə apara bildik. O ki, qaldı abidələrə və heykəllərə söhbətimiz əvvəlində etdiyimiz bu məsələyə. Gəl hər halda onları saxlayaq. Heç olmazsa bir sübut kimi. O da kiminsə əsəri olduğu üçün. Gələn həftə, gələn cümə yenə birlikdəyik. Sağ olun.